Azərbaycan çempionu Qarabağ 25 noyabrda Çempionlar Liqasının liqa mərhələsində İtaliyanın nəhəng klubu Napoli ilə qarşılaşacaq. Oyun Neapolun məşhur Stadio Diego Armando Maradona stadionunda baş tutacaq. Stadionun tutumu 54.726 nəfərdir. Bu da maçın həm azarkeşlərin, həm də futbol dünyasının diqqət mərkəzində olacağını göstərir. Napoli Avropanın ən güclü və təcrübəli klublarından biridir. Komandanın ümumi bazar dəyəri 503,3 milyon avro. Heyətində 28 futbolçu var ki, onlardan 17'si milli komandaların oyunçularıdır. Rəqibin heyətində 16 legioner, 57,1% mövcuddur ki, bu da Napolinin gücünün əsasən Avropanın və dünyanın müxtəlif ölkələrindən toplanmış yüksək səviyyəli oyunculara söykəndiyini göstərir. Napolinin tarixi nailiyyətləri də rəqibin gücünü açıq göstərir. 4 dəfə İtaliya çempionu, 1 dəfə UEFA kubokunun qalibi, 6 dəfə İtaliya kubokunu qazanıb, 2 dəfə İtaliya Super kubokunu qazanıb. Komandanın ən dəyərli futbolçuları Alessandro Buongiorno 50 milyon avro, mərkəz müdafiətçisi, Scott McTominay 50 milyon avro, mərkəz yarım müdafiətçisi, Rasmus Højlund 45 milyon avro, mərkəz hücumçusu. Qarabağ isə bu mövsüm göstərdiyi mübarizə ilə böyük klublara qarşı layiqli oyun nümayiş etdirə biləcəyini artıq sübut edib. Ağdam klubunun məqsədi yalnız oyunu tamam etmək deyil, həm də Çempionlar Liqasındakı şansını artırmaq və rəqib üzərində təsir yaratmaqdır. Bu maç Qarabağ üçün böyük sınaq olacaq. Həm rəqibin iqtisadi və idman gücü ilə, həm də İtaliya futbol atmosferi ilə üz-üzə gələcəklər. Azarkeşlər və futbol ictimaiyyəti üçün bu duel maraqlı və gərgin anlarla yadda qalacaq. Sizcə, Qarabağ Napoliyə qarşı xal qazana biləcəkmi? Fikirlərinizi şərhlərdə paylaşın. Daha çox futbol xəbərləri üçün kanalımıza abunə olun və zəngli bildirişləri açın.